Abdullah ibn Abbas radıyallahu anh diyor ki bir kişi dedi ki Allah'ın elçisi büyük günahlar nedir? Dedi ki büyük günahlar nedir? Ve Allah Resulü sallallahu aleyhi ve sellem dedi ki eşşirku billah. Allah'a şerik koşmak. Vel iyyasu min ravhillah. Allah'ın merhametine ümitsiz olmak. Vel kunut min rahmetillah ve Allah'ın rahmetinden ümit kesmek. Ve başka hadiste Ebu Hureyre diyor ki Allah Resulü sallallahu aleyhi ve sellem böyle buyurmuştur. لَوْ يَعْلَمُ الْمُؤْمِنُ مَا عِنْدَ اللّٰهِ مِنَ الْعُقُوبَةِ مَا طَمِعَ بِجَنَّةِ أَحَدٍ. Eğer mümin Allah yanında nice cezanın olmağını bilseydi hiç kez Allah'ın cennetine ümit etmezdi. Mümin bilseydi ki yani günahlara göre nice cezalar var ve her bir günaha göre hesap, ceza bunu bilseydi hiç cennete ümid edemezdi. Yani her hansı bir özünün ettiği yaxşı əmələ arxayın olmaz. Hər hansı bir ibadətinə görə cənnəti ummazdı. وَلَوْ يَعْلَمُ الْكَافِرُ مَا عِنْدَ اللّٰهِ مِنَ الرَّحْمَةِ. Əgər kafir Allah yanında necə rəhmət olduğunu bilsəydi, Allahın cənnətindən heç kəs ümid kəsməzdi. Yəni bilsəydi ki, Allah da necə mərhəmətlidir, necə rəhimlidir, nə qədər küfrü, şirki olsa da ümid kəsməzdi. Və Allah Teala mərhəmətindən, rəhmətindən ümid kəsmək bu barədə şəriətdə qınaq, çəkindirmə gəlmişdir və bunun nə qədər təhlükəli olmasını şəriət bildirmişdir. Əgər bir insanın qəlbinə bu ümidsizlik, ümid kəsmək hakim kəsilərsə, nəfslərə bu yerləşərsə, artıq insan həlak yoluna üst tutar və bu da böyük günahlardandır. Allah Teala buyurur: "İnnehu la yeyasu min rahmillahi illa'l qavmul kafirun." Həqiqətən Allahın mərhəmətindən yalnız kafir qövmlər ümid kəsirlər və Hicr surəsində buyurur: "Qala və men yaqnatu min rahmeti rabbih illa'd-dallun." Və buyurdu ki, Rəbbinin rəhmətindən yalnız azanlar ümid kəsərlər. Və ümidsizliyin, ümid kəsməyin mənşəyi, insan niyə ümid kəsir? Allahın rəhmətindən, bağışlamasından və s. Mənşəyi, kökü nədir? Allah Teala barəsində cahillik, Allahı tanımamaq, Allah Teala'nın kamilliyini adlarında, sifətlərində insanın bilməməsidir. Halbuki Allah Teala hər bir şeyi ilmiyle əhatə etmiştir. Allah Teala hər bir şeyi biləndir. Və Allah hər şeyə qadirdir. Göydə və yerdə heç bir şey Allah'a aciz qoya bilməz. Allah Teala təvvabdır. Yəni çox tövbələri qəbul edən. Rahimdir, çox mərhəmətli. Gecə Allah Teala əlini uzadır, gündüz günah edən tövbə etsin deyə. Və gündüz Allah Teala əlini uzadır, gecə günah edən, gecə pislik edən tövbə etsin deyə. Allah Teala kərimdir, səxavətlidir, cömərtdir. Allah Teala'nın yəni sağı, Allah Teala'nın əli doludur. Gecə və gündüz xərcləməsi heç nə azaltmır. Allah Teala qafur, qaffardır, günahları çox bağışlayan. İnsanın elədiyi günahların heç biri Allah'a böyük deyildir. Allah Teala hamısını bağışlayır. Allah Teala həyidir, yəni həyalıdır. Muhsindir, yaxşılıq edəndir. Əgər insan əlini açaraq dua edirsə, Allah Teala onun əlini boş qaytarmağa həya edir. Və başqa Allah Teala ad və sifətləri, hansı ki, gözəl adları, uca sifətləri, hansı ki, bu ad və sifətlər insandan tələb edir ki, insan Allahın qulu olsun, Allahdan ümid kəsməsin, Allaha kamil şəkildə bağlansın, güvənsin və Allaha yönəlsin, Allaha güclü təvəkkül etsin. Çünki bu adlar və sifətləri biləndə insan Allaha təvəkkülü güclənir və Allah yanında olana ümidi artır. Heç bir şeydən ümid kəsilmir. Və ilahi hədisdə Allah Teala buyurur: "Ənə ində zanni abdi bi." Mən qulumun məni zənni yanındayam. Yəni qul necə zənn edirsə o cür. Və başqa hədisdə buyurur ki, ey qullarım,
hamınız zəlalətdəsiniz, yalnız mənim hidayət etdiklərimdən başqa, məndən hidayət etməyimi istəyin, sizi hidayət edim. Ey qullarım, hamınız acsınız mənim yedizdiklərimdən başqa, məndən yedizdirməyimi istəyin, mən də sizi yedizdirim. Ey qullarım, hamınız çılpaqsınız mənim geyindirdiklərimdən başqa, məndən geyindirməyi istəyin, mən də sizi geyindirim. Ey qullarım, siz gecə və gündüz günahlar edirsiniz. Mən də bütün günahları bağışlayıram. Məndən bağışlanma diləyin, mən də sizi bağışlayayım. Və başqa hədisdə isə Allah Teala buyurur, ilahi hədisdə, ey Adəm övladı, İnnəkə mə dəavtəni və rəcavtəni ғəfərtu ləkə alə mə kənə minkə və lə ubəli. Ey Adəm övladı, yəni Allah Teala hər kəsə müraciət edir. Adəm övladı olan hər bir kəsə, sən nə qədər ki dua edirsən mənə, nə qədər ki məndən umursan, səni bağışlayacağam, səndə olan günahlara məhəl qoymadan. Yəni nə günahlar olur olsun. Nə qədər ki ümid var, Allah Teala'nın rəhmətindən ümid kəsməyib insan və dualar edir, bağışlanma diləyir, Allah'tan istəyir, Allah Teala bağışlayandır. Yəbnə Ədəm, ey Adəm övladı, Ləv bələğət zunubukə anəs-səmə, əgər günahların göylərə qədər çatsa, buludlara qədər, sonra sən məndən istiğfar diləsən, mən səni bağışlayaram, yəni günahlara məhəl qoymadan. Ey Adəm övladı, əgər sən yer dolu xatalar, günahlarla mənə gəlsən və sonra heç bir şey mənə şərik qoşmadan mənimlə qarşılaşsan, mən sənə bir o qədər, yer dolusu qədər məğfirət və bağışlamayla gələrəm. Deyə, əgər belədirsə, deyə, ey Allahın qulu, ey Adəm övladı, Allah Teala sənə müraciət edir. Yəbnə Ədəm, ey Adəm övladı. Və Allah Teala bu xitabla insanları öz rəhmətinə, mərhəmətinə yönəldir və ümidsizlikdən çəkindirir. Deyə, əgər belədirsə, ey Adəm övladı, nə üçün ümid kəsirsən? Ümumən, hər bir şeyə aiddir. Halbuki Allah Teala buyurur, və rəhməti vəsiət kullə şeyin, rəhmətim hər şeyi əhatə etmişdir, hər şeyi bürümüşdür. Yəni, Allah Teala mərhəməti hər bir şeyi bürümüşdür. Və bir insan əgər bilirsə ki, bütün işlərin tədbiri ancaq Allahın əlindədir. İşləri idarə edən Allahdır. İnsana hər hansı bir şey ram edən Allah Teala'dır. Əgər Allah bir şeyi təqdir edibsə, mütləq olmalıdır. Allah istədiyi şey mütləq olur, istəmədisə mümkün deyil ki, olsun. Və insana üz verən, toxunan hər hansı bir şey, əgər Allah yazıbsa, yan keçən deyil. Və insandan yan keçən şey, insana toxunan deyil. Və əgər insan bunu bilirsə və haqqı ilə iman gətirirsə bunlara, qəlbi rahatlıq tapır. İstirab, çətinlik çəkmir. Qəlb narahat olmur. Narahatlıq içində olmur. Və ona görə də qəm, kədər, qəm, hüzün duasında gəlib, hansı ki, qəm və hüzünün aparılması üçün, yəni əgər bir insana qəm və yaxud da hüzün, kədər üz verərsə, Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, hər hansı bir şəxsə qəm və yaxud da hüzün, yəni keçmişdə olan və yaxud da gələcəyin hər hansı bir kədəri insana toxunarsa, keçmişdə olan şeylərə görə kədərlənib, ya da gələcəkdə nəysə olma ehtimalı var, bundan kədərlənibsə və desə ki, Allahümmə inni abduk, Allahım mən sənin qulunam. Keçmişdə oxumuşsa biz bunu demişdik, əzbərləmə lazım. İbn Abdik, yəni qulunun oğluyam. İbn Əmətik, qadın qulunun oğluyam. Nasiyyəti biyədik, işlərim sənin əlindədir. İdarə edən sənsən. Madin fiyə hukmuk, mənim barəmdə sənin hökmün keçərlidir. Adlun fiyə qadavuk, sənin təqdirin mənim barəmdə ədalətdir. Əsəluka bi kulli ismin huvələk, sənin bütün adlarınla səndən istəyirəm. Səmmeytə bi nəfsək, hansı ki o adlarla sən özünü adlandırıbsan və ya məxluqatdan kiməsə o adları öyrədibsən. Əv ənzəltəhu fi kitab və yaxud da kitabında o adları nazil edibsən. Və ya
qeyb elmində özündə saxlayıbsan, o adları bildirməmsən heç kəsə. Yəni birinci təvəssül edir. Yəni əvvəlcə özünün kölə, qul olduğunu bildirir, etiraf edir, acizliyini bildirir. İşlər hamısı Allahın əlindədir. Yəni insan özündə heç nə idarə edə bilməz. Və sonra Allah Taala'nın gözəl adları təvəssül edir və sonra da istəyini deyir ki, "Ən tec'alel Qur'ana rabi'a qalbi." Qur'anı mənim qəlbimin baharı et. Və nura sadri, sinəmin nuru. Və cəlale huzni, hüznümün açılması. Və zəhəbə həmmi, qəm kədərimin getməsi ilə əgər kim bu dana edərsə, Allah Teala onun qəm və hüznünü aparar və onun yerinə fərəh, sevinc verər. Və dedilər ki, Allahın elçisi bunu, yəni bu duanı öyrənməyəkmi? Və Allah Resulü sallallahu aleyhi ve sellem dedi ki, "Bələ yenbəği limən semi'ahə ən yetəalləməhə." Bəli, kim onu eşitdisə, onu öyrənməlidir. Yəni kim bu duanı eşitdisə, Elnur qardaş, Vüsal'la bərabər öyrənməlisiniz. Köməkli. Kim bu duanı eşitdisə, deməli, öyrənməli və əzbərləməlidir. Deməli, kimin də ümidsizliyi, ümid kəsməsi, günahlarının çoxluğuna görə olarsa, və kimsə çox günah etdiyinə görə ümidsizliyə düşərsə, ki Allah Teala'nın bu ayəni fikirləşsin, bu ayəsini fikirləşsin ki Allah Teala Zümer surəsində buyurur: "Qul ya ibadiyellezine esrafu ala enfusihim la taqnatu min rahmetillah." Allah Teala buyurur Zümer surəsində de, çox günahlar etməklə öz nəfslərinə zülm edən, israf edən, həddi aşan qullarım. Allahın mərhəmətindən, rəhmətindən ümid kəsməyin. Həqiqətən Allah bütün günahları bağışlayır. İnnehu vel gafur rahim. Həqiqətən o çox bağışlayan və çox rəhimlidir. Yəni kim günahları çoxdursa, ümidsizlik varsa, bu ayəni oxumalı, fikirləşməlidir. Allahın kitabında insanın ümidini artıran ən böyük səbəblərdəndir. Və heç bir günah Allah üçün əzəmətli, böyük deyil. Allah da hər bir günaha bağışlayır. Və hər hansı bir ehtiyac, insanların nə ehtiyacı olur olsun, Allah Teala üçün böyük değildir, Allah Teala verir. Allah Teala istənilənlər içərisində ən səxavətlisidir. Verənlərin ən çox, ən geniş verənidir. Allah Teala mərhəmət istənilənlərin ən rəhimlisidir. Qəsd olunanların ən kərəmi, səxavətlisi Allah Teala'dır. Sığınılanların ən izzətlisi Allah'tır. Təvəkkül olunanların ən kifayət edəni Allah'tır. Allah Teala insana anasından daha rəhimlidir. Ana övladına nə qədər mərhəmətli olur. Allah Teala ondan daha rəhimlidir. Və ona görə ümid haqqında deyilmişdi ki, ümid Allah Teala'nın rəhmətinin genişliyinə baxmaqdır. Yəni, müsəlmana vacib olan öz nəfsi ilə mübarizə aparmaqdır. Bu məsələdə günahlar çoxdur, asiliklər çoxdur, ümidsizlik gəlirsə və birinci vacib olan odur ki, özü ilə mübarizə aparmaq, öz nəfsini itaətə yönətmək və günah yerlərindən uzaq olmağa həris olmaq və ümidsizliyə qapanmadan. Əksinə, nəfsi ilə mübarizə, mücadilə aparmalıdır ki, nəfs Allaha itaətdə dursun. Allah Teala'nın razılığını əldə etməyə nəfs can atsın, əməl etsin və insan özünün dünyavi xeyirlərini, faydalarını, mənfəətlərini fikirləşməlidir. Dünyanın ləzzətlərindən İnsan fikirləşsin ki, dünyavi hər hansı mənfəət, özünün xeyri olan şeylər heç bir şeydən ümid kəsmir. Ac insan heç vaxt aclığına təslim olaraq uzanmır ki, daha acam da, daha öldüm. Susuz insan elə susuzluğuna səbəb olaraq, susuzluğa qapanaraq ümid kəsmir. Və başqa hansı ki, xeyirlər, məsləhətlər var, görürsən, ümidsiz oturmur.
Əgər belədirsə, insan niyə görə günahlarına görə Allahın rəhmətindən, bağışlamasına ümid kəsir? Nə üçün deyir, insan axirət cəzalarını tövbə ilə dəf eləmir, Allaha üst tutmaqla dəf eləmir. Əgər bir insan süfrədə nə qədər dadlı, gözəl yeməklər olsa da, yeməklərin çoxusundan uzaq durur, zərərindən qorxaraq. Hətta yeməklər halaldır, təzədir, dadlıdır, lakin özünə zərər vermək qorxusuyla və yaxud da başqa yeməklərlə qarışaraq zərər vermək qorxusuyla çəkinir. Əgər belədirsə, günahlardan niyə çəkinmir insan? Günahların aqibətindən qorxaraq, günahların zərərindən qorxaraq nə üçün insan uzaqlaşmır? Məgər insan Allah Teala'nın huzuruna getməyəcək? Məgər insanın hər günü onu ölümə tərəf yaxınlaşdırmır? Məgər insan bilmirmi ki, dünyada təqdim etdiyi hər bir şeyə görə hesab olunacaqdır? Amma dünyavi işlərdə insan özünə zərər olar deyə çəkinir, yemək, içmək və s. sağlamlığına görə, lakin daha dəhşətlisi olan axirət əzabından qorxaraq günahlardan çəkinmir. İbn-i Şubrmə deyir ki, Acibtu limən yəhtəmi minət-tayyibəti məxafətəd-dəi. Təəccüblənirəm. O insan ki, xəstəlik qorxusuyla pak şeylərdən uzaq durur, pəhriz saxlayır. Keyfə lə yəhtəmi minəl-məasi məxafətən-nəri. Amma od, cəhənnəm qorxusuyla asiliklərdən uzaqlaşmır. Asiliklərə qarşı pəhriz saxlamır. Həmməd Mizeyi deyir ki, Acibtu əmmən yəhtəmi minəl-ət'iməti limədarratihə. Mən təəccübləndim o insana ki, yeməklərdən uzaq durur zərərinə görə, amma günahlarına görə, günahların cinayəti, günahların pisliyinə görə, zərərinə görə günahlardan uzaqlaşmır. Və müsəlmana vacibdir ki, öz nəfsinə qarşı nəsihətli olsun, öz nəfsinə xeyir istəyən insanlardan olsun, Rəbbinə üst tutsun, ümidsizliyə yol vermədən və həmçinin günahlar üzərində rahat şəkildə addımlamadan və günahların tövbəsini gecikdirmədən və ağıllı insan da o şəxsdir ki, öz nəfsini qınayar, hesaba çəkər və ölümdən sonraki həyat üçün əməl edər. Aciz insan o şəxsdir ki, öz nəfsi istəklərinə, havasına tabi olar və Allah barəsində boş xəyallar, arzularla yaşayar. Və ümidsizlik, insan ümidi kəsməməsi, ümidli olması, o demək deyil ki, günahlarda davamlı olsun. Günah və asiliklərlə yaşasın, Allah Teala'nın rəhmətinə arxayın olaraq, Allah Teala'nın bağışlamasına arxayın olaraq günahlarla yaşamalı deyil. İmam Buxari öz səhih əsərində deyir ki, Kənə Ələ ibn Ziyadin yüzəkkirun nar. Ələ ibn Ziyad cəhənnəmi xatırlayırdı. Nəyi xatırlayırdı? Cəhənnəmi. Və bir kişi dedi ki, sən niyə insanları ümidsiz edirsən? Cəhənnəmi xatırlayır, cəhənnəmdən danışır, əzabından danışır. Bir kişi deyir ki, sən niyə ümidsiz edirsən də cəmaatı? Qorxuya düşürlər. Deyir ki, وَأَنَا أَقْدِرُ أَنْ أُقَنِّطَ النَّاسِ. Mən insanları ümidsiz etməyə qadir olaram. Halbuki Allah Teala deyir ki, günahlarla, çox günah etməklə öz nəfslərinə qarşı israfa yol verən, həddi aşan qullarım, Allahın rəhmətindən ümid kəsməyin. Və həmçinin Allah Teala buyurur, وَأَنَّ الْمُسْرِفِينَ هُمْ أَصْحَابُ النَّارِ. Həqiqətən musriflər, günahlarda həddi aşanlar cəhənnəm əhlidir. Və sonra nə deyir? Bismillah, Allah razı olsun. Amma sonra nə deyir? Lakin siz tuhibbuna an tubashsharu bil cenneti ala masawi amalikum.
Amma siz de sevirsiniz. Pis əməllərinizlə, günahlarınızla bərabər cənnətlə müjdələnməyi sevirsiniz. O bir günahlarınız var deyir, o da asiliklər var. Amma siz sevirsiniz ki, sizə müjdə olsun cənnətlə. Və innəmə bə'ətəllahu Muhammeden mübəşşirən bil cənnə limən ata'ahu. Allah Teala Muhammed sallallahu aleyhi ve sellem'e gönderdi müjdeleyen olarak itaat eden adam için. Yani itaat edeni cennetle müjdeleyen olarak gönderildi. Ama asi olanı ise cehennemle korkularak gönderildi. Ve bu meselede deyir ki, en güzel hatırlanan sözlerden de Ali radıyallahu anh'ın sözlerdir. Deyir ki, la yercu abdun illa rabbehu. Kul ancak Rabbine ümid etsin. Yani ne ümid edirse, ne gözlüyürse ancak kimden gözlesin? Rabbinden. Ve ancak günahından korksun. Yani korkası bir şey varsa o da nedir? Günahtır. Yani ümid yeri de ancak Allah Teala'dır. Ve bu iki işle insanın nicatı tamamlanır. Ki dünya ve ahirette saadeti buna bağlıdır. Ümid, gözleme yeri ancak Allah'tandır. Ama korku ise günahlarına göredir. Demek insan ümid ne vakit olur? Hayır emelden sonra ümid olur. Dünya ve ahiret hayırlarını umur Allah Teala'dan. Ve kullu der ki inneme huve biyedillah. Ve bilmelidir ki bütün bunlar da Allah Teala'nın elindedir. Yani yaxşılıklar yalnız Allah Teala'dır verir. Pislikleri def eden de yalnız Allah Teala'dır. Ve in yemseske Allahu bidurrin fela keşfe lehu illa hu. Eğer Allah Teala size bir pislik, hastalık vesaire dokundursa onu Allah'tan başka hiç kez götürebilmez. Ve in yuridke bi hayrin fela radde li fadl. Eğer Allah sana bir hayır istese Allah'ın lütfünü, faziletini hiç kez geri getirebilmez. Fatih suresinde buyurur: "Ma yeftahillahu lin-nasi min rahmetin fela mumsike leha." İnsanlara Allah Teala herhangi bir rahmetini, hayır kapılarını açırsa onu hiç kes saklayabilmez. "Ve men yumsik fela mursile lehu min ba'dihi." Eğer Allah Teala bir şeyi sakladıysa rahmetini, nimetini onu hiç kes ondan sonra gönderebilmez, verebilmez. Ve huvel azizul hakim. O mağlup edilmez güç güvvet sahibi ve hikmet sahibidir. Ve insan Müslümana vacibdir ki Allah Teala'ya kalbini bağlasın. Allah'tan başkasından hiç ne ummasın. Dünya ve ahiret hayırlarını ancak dünya ve ahireti yaradan, idare eden Allah'tan umsun. Çünkü hayırların hamısı tek Allah'ın elindedir. Ve kalbini Allah'tan başkasına bağlamasın. Ve insanın nefsinde, zekasında, fikrinde yalnız Allah'a bağlama olsun. Yani kiminse neyse kadir olmasını düşünmesin. Ümidini ancak Allah'a bağlasın. Yani sadece iddiayla yok. Ki ben Allah'tan umuram ile yok. Lakin esas mesele əqidə məsələsidir. Qəlbin iman məsələsidir. Ki qəlbdə bu olmalıdır ki Allah'a güvənir. Gözəl şəkildə təvəkkül edir. Ona görə Ayşə radiyallahu anh böhtan atılanda və təmizlik ayələri nazil olanda artıq təmiz olması bildirəndə və Ayşə radiyallahu anh Peyğəmbər sallallahu aleyhi ve sellem gəlib müjdəliyir. Ata-anası da yanında olur. Ve anası deyir ki dur Peyğəmbər sallallahu aleyhi ve sellem teşekkür elə. Deyir ki mən Allah'tan başkasına teşekkür etmirəm. Çünkü təmizə çıxaran mənə Allah'dır. Yani tövhid insan Allah'a bağlanmalı. وَالْخَوْفُ يَكُونُ مِنَ الشُّرُورِ وَالْاَخْتَارِ. Lakin korku şerlerden, tehlikeli şeylerden, cezalardan olur. Ve bütün bunların da mənbəyi günahlardır. Allah Teala buyurur: فَكُلًّا اَخَذْنَا بِذَنْبِ. Herkesi günahına göre yakaladık. Ve hemçin Nuh suresinde buyurur: مِمَّ خَطِيَاتِهِمْ اُغْرِقُوا. Onlar günahlarına göre suda gərq edildiler. Ve cehenneme dahil edildiler. فَلَمْ يَجِدُوا لَهُمْ مِنْ دُونِ اللّٰهِ اَنْصَارًا. Ve Allah'tan başka onlar
köməkçi, yardımcı tapmadılar. Demək, insanda bu sifət olarsa, hansı sifət idi? Ümid etməmək. Və Əli Radiyanın sözləri nə idi? İnsan ancaq Allahdan umsun və ancaq da günahından qorxsun. Bu hər şeydir. Təqvadır, təvəkküldür, qorxudur, ümiddir, hamısı bunda var. Ki, ümidi ancaq Allahdan umsun, istəyir dünyavi xeyirlər, istəyir axirət xeyirlər olsun. Umduğu şey, gözlədiyi ancaq Allahdandır. Və bir qorxduğu şey nədir? Günahlardır. Çünki yəni, dünyada müsibətlər, bəlalar və yaxud da axirətdə cəzalar səbəb nədir? Günahlardır. İnsanda bu sifət olarsa, ancaq Allahdan umur və ancaq günahlarından qorxur. İki şeydir, belə baxanda çox da deyil. İkicə şey. Umduğu ancaq Allahdır, istəyir dünyavi şeylər olsun, umur Allahdan ancaq. İstərsə axirət şeylər. Və həmçinin günahlarından başqa heç nədən qorxmursa əgər belə olarsa, insanın bütün həyatı itaət üzərində, gözəl əməllərlə olar, günahlardan uzaq durar və tövhidi tam şəkildə doğrultmuş olar. Və bu məsələdə də insan həzər etsin, çəkinsin, sadəcə iddia olaraq dildə bu sözlərin olmasından. Dildə deyil, lakin əməldə isə başqa şeylərdir. İmam Əhməd Zuhd kitabında Muaviyə İbn Qurradan rəvayət edir, deyir ki, dəxaltu alə Muslim Yəsər. Mən deyir, Muslim İbn Yəsərin yanına daxil oldum. Və dedim ki, məndə belə böyük bir əməllər yoxdur. Lakin mən Allahdan umuram. Və həmçinin Allahdan qorxuram. Ümidim Allahadır, qorxum da Allahdandır. Və Muslim Yəsər deyir ki, məşəllah, mən xafə min şeyin hədrə minhu. Kim bir şeydən qorxarsa, ondan həzər edər. Və mən rəcə şeyən tələbəhu. Və kim də bir şey umarsa, onu istəyər, onu tələb edər. Və mən ədri mə həsbu xavfi abdin aradat ləhu şəhvətun fələm yədə'hə limə yəxafu. Mən deyir, bilmirəm, bir insanın, bir qulun qorxusu nə qədərdir ki, ona bir şəhvət, nəfsi istəklər qarşısına çıxır və qorxduğu şeyə görə onu tərk eləmir. Əvubturiyə bi bələyin fələm yasbir aleyhi limə yərcu. Və yaxud da bir bəla ilə mübtəla olur və umduğu şeyə görə səbr eləmir. Yəni, demək istəyirsən, deyirsən ki, mən ümidim ancaq Allahadır, qorxum da ancaq Allahdandır. Deyir, nətər qorxursan ki, şəhvət, günah, asiliklə qabaq-qabaq çıxırsan, tərk eləmirsən. Çünki qorxursansa, qorxduğuna görə tərk eləməlisən. Və həmçinin necə deyir, ümid edirsən ki, Allahdan umuram da deyirsən. Nə umursan Allahdan? Allahdan umuram deyəndə insan nə umur? Təkcə dünya yox da, günahların bağışlanması, başına gələn müsibətlərə görə mükafatın verilməsi, əməllərinin mükafatı təkcə yox, həm də başına gələn müsibətli xəstəlik olsun və s. umduğu şey yox. Deyirsən, nətər Allahdan umursan ki, bir bəla ilə mübtəla olunanda səbr eləmirsən. Necə deyirsən ki, mən Allahdan umuram? Və həmçin şəhvətlə qabaq-qabaq çıxırsan, bir günah asilikdir, tərk eləmirsən qorxduğuna görə. Yəni, Allahdan qorxursansa tərk eləməlisən də. Yəni, bu demək ki, bu ancaq iddiadır. Və Muaviyə deyir ki, فَإِذَا أَنَا قَدْ زَكَّيْتُ نَفْسِي وَنَا أَعْلَمُ. Bunu deyəndə Muslim Yəsar Muaviyə İbn Qurraya deyir. Muaviyə İbn Qurra deyir ki, mən Allahdan umuram, Allahdan qorxum ancaq. Yəni, Müslüm ona dərs keçir. Deyir ki, nətər Allahdan qorxsan, günahları tərk eləmirsən. Necə Allahdan umursan ki, bəla gəlir, səbr eləmirsən. Bu birinci girən nə deyir o yanına? Mən deyir, ancaq Allahdan qorxuram, ancaq Allaha umuram. Və bu Müslüm onu danışandan sonra deyir, elədirsə deyir, mən deyir, özümü tərifləmişəm, özümü təmizə çıxarmışam, özümü də bilmədən ki, mən ancaq Allahdan qorxuram, ancaq Allahdan umuram deyə. Deyir, müsəlman, biz müsəlman olaraq
Yəni öz nəfsimizlə cihad etməliyik, Allahla öz aramızda olanı islah etmək üçün. Öz nəfsimizlə cihad etməliyik qəlblərimizin islahı üçün. Qəlblərin bədən üzvlərindən əvvəl, bədəndən əvvəl qəlblərin Allaha itaətdə doğru düzgün olması üçün tək Allahdan umaraq və tək Allahdan qorxaraq və gözəl şəkildə Allaha üz tutaraq. Və mən kənə billə əraf və kim də Allahı, yəni ən mühüm nöqtə bura gəlir. Əvvəldə demişdim onu. Kim Allahı daha yaxşı tanıyarsa, Allahdan daha çox qorxar. Və Allah Teala'nın lütfüne daha çox ümid edər və asiliklərdən daha çox uzaq olar. Kim Allahı daha çox tanıyarsa, Allahdan daha çox qorxar, lütfüne, fəzilətini, rəhmətini daha çox umar, günah və asiliklərdən uzaq olar və itaətə daha yaxın olar. Və əgər itaətdən insan uzaqlaşırsa, ay tənbəllik, ay vaxt yoxdur və s. və günah və asiliklərə tərəf gedirsə, müəyyən bəhanə, üzürlərlə, deməli, məsələnin kökü nədir? Başdan qaynayır. Allahı tanımamaq. Allah da insan tanımır, Allahın ad və sifətlərini. Və ona görə Allah Teala buyurur, İnnəmə yaxşəllahə min ibadihi əl-uləmə. Allahdan qulları içərisində alimlər qorxur. Və əgər bir insan bu ümid və bu qorxu üzərində doğru düzgün olarsa, ta ölənə kimi bu cür yaşaya bilərsə, ancaq Allahdan umur və ancaq da günahlarından qorxur. Ölənə kimi bu cür yaşaya bilərsə, Allah tərəfindən böyük xeyir, fəzilət, neymət əldə edər. Elə bir xeyir ki, onu Allahdan başqası bilmir. Və bu barədə deyir, misal olaraq, dəlil olaraq, Ənəs bin Məlikin rəvayət etdiyi hədisdir. Allah Resulü sallallahu aleyhi ve sellem bir gənc oğlanın yanına daxil, o da ölüm ayağındaydı. Deyir ki, keyfə təciduk. Deyir, özünü necə hiss edirsən? Nətərsən, necəsən? Və o da deyir ki, vallahi ya Resulallah, ey Allah'ın elçisi, Allah'a and olsun ki, inni arcullah, Allah'tan umuram. Və inni əxafu dunubi və günahlarımdan qorxuram. Bayaq ki, qaydanın elə ki, dəliliyək də. Və Allah Resulü sallallahu aleyhi ve sellem dedi ki, la yectemi'ani fi qalbi abdin fi mitli hədəl mevtini illə a'tahu Allahu ma yercu və amenəhu mimmə yəxafu. Hər hansı bir qulun qəlbində, yəni dildə yox, nədir? Qəlbində. Hər hansı bir qulun qəlbində bu cür anda, bu cür yerdə, hansı ki artıq ölüm ayağıdır, bir qulun qəlbində bu ikisi cəm olarsa, Allah Teala umduğunu ona verər və qorxduğu şeydən əmin edər. Və yine Sa'd ibn Əbi Vaqqas deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem buyurmuştur, Də'vatu zinnun, zinnunun duası. Zinnun kim idi? Yunus Aleyhisselam'da zinnun, balık sahibi. İzda'avahu fi batnil hud. O balığın qarnında olduğu halda dua etmişti. La ilahe illa ente. Səndən başqa ibadət haqq məbud yoxdur. Subhanəkə, sən nöqsansızsan. Mən səni bütün nöqsan sifətlərdən münezzəh duram. İnni kuntu minəd zalimin. Həqiqətən mən zalimlardan oldum. Və kim? Peyğəmbər sallallahu ki, zinnunun duasıdır. Belə ki, balığın qarnında olarkən bu duanı etmişdir. فَاِنَّهُ لَمْ يَدْعُ بِيَا رَجُلٌ مُسْلِمٌ. Hər hansı bir müsəlman kişi, hər hansı bir şeydə bunu edərsə, bu duanı edərsə, Allah Teala onun duasını qəbul edər. Və bu dua əzəmətli iki şey özündə cəm edir. Tövhid və bir də istiğfar. La ilahe illa ente. Səndən başqa ibadət haqq məbud yoxdur. Sən nöqsansızsan. İnni kuntu minəz zalimin. Mən zülm edənlərdən oldum. Həm tövhid və həmçində günahlar. Yəni insan Allah Teala'nı tanıması, dəyərləndirməsi, haqqıyla dəyər verməsi, bir də özünü tanıması. Ki özü günahkardır, özü zalimdir və zülm insanın sifətidir. Allah Teala'ya heç vaxt zülm nisbət olunmur da.
Allah Teala'nın en güzel adlar, en uca sıfatlar Allah'a məxsusdur. Ama insana ise Kur'an'da hiçbir ne güzel ad, ne bir güzel vəsf. İnsan adı keçirsə ancaq zalimdir, nankördür, cahildir, kem hövsələdir. İnsan ancaq belə keçir. Deməli, tövhid insana dünya və ahirətdə ümid qapılarını açır. Tövhid nə açır? Ümid qapılarını. Nə də olur olsun. Günahlar, asiliklər və yaxud da acılıq, susuzluq, düşmənlərin qalib gəlməsi, sıxıntı, darlıq, yəni tövhid varsa bütün bunlar insana açır. Allah Teala'nın təqdiri ilə. Tövhid insana hər bir yoldan qapı açır. İstiğfar isə günahlardan bağışlama demək. İnsana şər qapılarını bağlayır. Və ona görə insan bu dünya həyatında tövhid kəlməsini, la ilahe illallah kəlməsini çoxaltmalı, mənasını düşünməli, tələb etdiyi şeyləri bilməlidir ki, dünya və axirətdə xeyirlər qapısını açılsın. Və həmçinin istiğfar, yəni əstəğfirullah, Allah Teala'dan istiğfar diləmə, bu kəlməni çoxaltmalıdır ki, şər qapıları ona bağlansın. Və hədisdə də gəlir ki, öz əməl dəftərində çoxlu istiğfar tapan insana tuvbə olsun. Tuvbə nədir? Cənnətdə ağacdır, həmçinin duadır ki, xeyir olsun. Və Allah Teala'dan istəyirəm ki, bizim günahlarımızı bağışlasın. Allah Teala bizim hər bir halımızı islah etsin. Allah Teala bizi xeyir əməllərə müvəffəq etsin. Allah sizə bərəkət versin. Subhaneke Allahumma və bihamdik. Əşhədu en la ilahe illa ente estağfiruke ve etûbü ileyk.